Selamünaleyküm, hamınıza aleykümselam uşaqlar. Hər biriniz yeni bir videomuza daha xoş gəldiniz. Bugün uşaqlar sizlərə Proxy serverinin necə giriş oluna bilər uşaqlar onu göstərəcəm. Videomuza keçmədən öncə uşaqlar altdan videoya abunə olub like etməyi unutmayın. Çünki uşaqlar yəni sizə görə oyunu sildim, beləsinə yüklədim. Və sən uşaqlar videoya keçmədən öncə videoya abunə olub like etməyi unutmayın. Kimi hazırsa uşaqlar. Uşaqlar burada video 2 dəqiqəlik ara vermək istəyirəm. Uşaqlar zəhmət olmasa sizlərə bir şeydən danışmaq istəyirəm. Bizim artıq uşaqlar bilirsiniz ki bizim özümüzə aid WhatsApp qrupumuz var və uşaqlar WhatsApp qrupumuza hər birinizi gözlədiyimi də bildirmişdik. Uşaqlar WhatsApp qrupumuza gəlmək istəyirsə uşaqlar sizlərə inanın ki gözləyir uşaqlar, çünki uşaqlar bəzi belə deyim, siz telefonlarınızda özünüzə hassasiyyəti və s. uşaqlar WhatsApp qrupunda rahatlıqla tapa bilərsiniz və uşaqlar belə bir şey var ki heç kimin nömrəsi görünməyəcək. Yəni uşaqlar tam rahat bir şəkildə WhatsApp qrupumuza gələ bilərsiniz. Uşaqlar qrupumuza gəlmək üçün uşaqlar kanalıma giriş edirsiniz. Uşaqlar orada postlara basaraq uşaqlar WhatsApp qrupumuzun linkinin üstünə basaraq WhatsApp qrupumuza gələ bilərsiniz. Hər birinizi gözləyirəm. İndi isə uşaqlar çox uzatmadan keçək videoya. Keçək qurulma videonun sonuna kimi izləməyi də unutmayın. İlk öncə uşaqlar gəlin sizə kasasında da bir çox şey göstərim görürsünüz. Mən bir çox şey açmamışam. Bax burada görünür. Baxın uşaqlar burada görün nə tərdir, nə var, nə yox. Yəni oyuna gəlmiş, keçmiş, belə ürəyiniz nə istəyir də hamısı burdadır. Ürəyiniz nə istəyir, oyuna gəlmiş, keçmiş hər şey burada var. Yəni təsəvvür edin hər şey. Hətta gəlirəm özdə. Bu profillərə baxın deyə. Bu nədir qaqa? Bu nədir? Ondan sonra gözlə, burada bir-iki şey ola bilsin, bilək qalan bilməyək. Heç bunların bir çoxunu demək olar ki, hamısını bilirik. Ondan sonra nəyimiz qaldı? Evet, yalandan şeylər uşaqlar qoyaq bura, siz də verəm içinə görün. Ooo, özü daxil qoydu ya. Bu yaxşı qaldı bu. Bu elə biz bunun, elə də öyle, o qalsın elə. Neyse, başqa nəyimiz var uşaqlar? Hər yalandan şeyləri qoyaq bura, düzəyi yalandan bot, proof, hər şey qoyaq. Burada ifadələrin gəldiyimizdə 434 dənə ifadəsi var, gördüyünüz qədərilə. Nədənini bilmirəm, private'dir. Uşaqlar dediyimiz kimi ifadələr çox nəysə uşaqlar hazırsa biz keçək quruluma. İlk öncə bu uşaqlar yəni linkə belənti girməyəcək uşaqlar. Linki yəni yorumlar qismində tapa bilərsiniz. Ya yorumlarda olacaq ya da açıqlamada, bəlkə uşaqlar hər ikisindən də qoydum. Giriş uşaqlar orada linkə tıklayırsınız, yəqin ki indirməyə bilirsiniz və o qədər də şey yox. İndirirsiniz uşaqlar, ondan qurulumda qalanlar məndədir. Birinizdə hazırsa keçək quruluma. Gəldi uşaqlar, burada deməli 177 megabaytlı bir şeydir uşaqlar. Bu arada buradan bunu elə də sizlə söhbət edim uşaqlar. Proxy serverində uşaqlar belə bir şey var ki, yəni uşaqlar ayrı-ayrı şeylərdən yükləyə bilərsiniz. OB49, OB50 heç fərq eləmir uşaqlar. Baxırdı indi o neçə-neçədir. Mən uşaqlar bu yüklədiyim uşaqlar, yəni video çəkə bilərsiniz. Mən hesab tanıtımında elmasları gizləyə bilsəz uşaqlar, eləncə eləyə bilərsiniz. Yəni uşaqlar tamamen video üçün. Tamamen video üçün uşaqlar, göstəriş üçün demək olar ki, Proxy server. Yəni uşaqlar kafa atmaq zad istəyirsə uşaqlar belə Battle Royale sayda girmək olur, dərəcəsi səhv etmirəmsə. Amma uşaqlar əgər bütün oyunlara girib oynamaq istəyirsə uşaqlar, ona aid uşaqlar ayrı bir video gələcək uşaqlar. Yəni Proxy serverin uşaqlar həqiqi bir Free Fire oxşayan uşaqlar girdiyinizdə belə bir asada uşaqlar icazə verin qoyub indirilsin. Heç bir şey basmayın. Bu gəldikdə uşaqlar biraz mən sizə söhbət edim. Uşaqlar yəni ikinci videomuzda nə olacaq uşaqlar onu da deyim. Əgər uşaqlar bu videoyu yaxşı izləmə və bəyənmə gəlsə, ikinci videomuzda uşaqlar başqa bir Proxy serverə giriş edəcəyik ki, uşaqlar o Proxy serverində oyuna girmək olacaq. Yəni S dərəcəyə buyruğa yalnız kutuya girmək olacaq ki, uşaqlar onda da kafa atdığınızı göstərə bilərsiniz. Yəni uşaqlar bu sadəcə uşaqlar göstəriş üçün. Yəni mən bunu iki yerə böldüm uşaqlar. Həm mənə video çıxsın uşaqlar, həm də ki, yəni mənə xeyir də yəni da ziyan yox ki, bir var ikisini bir videoya salın uşaqlar. Bir də var ki, iki dənə videoya ayırdım mən onları. Birində uşaqlar göstəriş üçün sadəcə edirəm. Birində isə uşaqlar oyun üçün. Yəni indirib uşaqlar oyun edib video da eləyə bilərsiniz. Bundan da video eləyə bilərsiniz, amma uşaqlar lobby də eləyə bilərsiniz. Yəni necə çox danışdılar, siz başa düşdünüz yəni mən nə demək istəyirəm uşaqlar. Yəni bunda sadəcə dərəcəsiz oynamaq olur. Dərəcəsiz buyruq. Battle Royale yəni uşaqlar oynamaq olur. Amma mən ikinci çəkəcəyim uşaqlar, Proxy serverində uşaqlar hamısını oynamaq olur uşaqlar, səhv etmirəmsə. Hamısını olmasa uşaqlar, heç olmasa bizə ən lazım uşaqlar, yalnız kod uşaqlar oynamaq olacaq. Yəni video üçün uşaqlar öz bilirsiniz, bizə yalnız kod lazımdır ki, o da olacaq inşallah. Bu birinci yazsın uşaqlar. Bir də uşaqlar, burada asla işimiz bitmir, yəni videodan çıxmayın, qoy bunu da sizə bildirim. Yəni burada elədiyimiz şeylər uşaqlar hələ var. Hələ yenə uşaqlar Google-a girməyi, bəzi şeylər etməli uşaqlar, amma ən azından qurulumunu mən sizə göstərirəm yəni uşaqlar. Bu arada bu video fikirləri xəyali oldu uşaqlar. Yəni iki yerə böldüm videomda. Həm mənə xeyir olsun, həm sizə xeyir olsun. Görək bu videomuz nə qədər izlənəcək. Və nə edəcəyik də uşaqlar. Qoy açılsın. Ümid edirəm ki, arxadan səs gəlmir uşaqlar. Ayaq səslərimi dadım. Çünki uşaqlar evdə deyiləm. Yenə orada burada sizlər üçün video çəkməyə çalışıram. Amma bu səs nədir?
Bir dəqiqə uşaqlar üzrü sayın. Bəli uşaqlar gördüyünüz qədərlə gəldi. Bizim adımızdadı istəyir uşaqlar. Biz bura yəqin ki bu ad girər bu qədər yerə. Girdi uşaqlar. Səsi düzəldəcəm, narahat olmayın, səsi uşaqlar düzəldəcəm. Veteranlıq qardaş. Bu oyunun səsi bir qardaş. Narahat olmayın, giriş elə. Buranı uşaqlar çəkməlisiniz uşaqlar. Buranı 100% uşaqlar çəkməlisiniz. Çıxaq uşaqlar indi. Bu şəklimizi seçdikdən sonra bax bunu kopyalayın uşaqlar. Kopyaladıq. Ondan sonra uşaqlar web saytına daxil oluruq. Web saytına daxil olduğumuzdan sonra uşaqlar bir neçə reklam gələ bilər uşaqlar. Bu arada yanınızda böyünüz varsa uşaqlar pis reklam da gələ bilər, yaxşı reklam da gələ bilər uşaqlar. Bunların işi bilinmir. Ona görə indidən qoy sizə deyim də uşaqlar. Mən başqa nəyimiz qaldı? Şimdi uşaqlar ID buradan basırıq. Burada uşaqlar kopyaladığımız ID-ni basırıq. Veri ID. Mən bir işləmi sorğulamayın uşaqlar. Xahiş edirəm. Yəni nə var haqqında indi ağızdan çoxdan bilirik də bizdə. Uşaqlar bura basırıq. Reklam yenə bura gələ bilər uşaqlar. Klikləyib çıxırsınız uşaqlar. Heç bir şey olmadan, yəni rahat bir şəkildə elə rahat giriş edirik uşaqlar gördüyünüz qədərlə. Final bitdi və uşaqlar return to home uşaqlar evə qayıt deməkdir. Bura basdıqdan sonra işimiz bitdi abi. Bu işimiz bitdi. İndi Free Fire giriş edirik uşaqlar. Bəlkə də uşaqlar buradan belə deyim də sizə giriş eləmək, yəni uşaqlar burada bu ehtiyatla yalnız kutu oynamaq bəlkə olacaq. Yəni mən bildiyim sadəcə dərəcəsiz oynamaq olur vermdə. Amma uşaqlar mənim sizə göstərəcəyim proqi server uşaqlar 400-nə qədər 500 şey olmalıdır. Gördüyünüz üzrə rahat bir şəkildə serverimiz açılır. Buradan paltarlarımızla gəlin baxaq. Gözlə. Oyunun səsini qoyalım uşaqlar. Nəsə bu oyunun səsi ki narahat elədi. Yaxşı görürsən səbəşmə, bunlar biraz azaldıq bunlarda. Sonra gəlin yoxlayaq uşaqlar, görürsünüz uşaqlar nə qədər 2157 kasadat belə işlərimiz var burada. Yalnız kurt açaq. Nə deyir görək ala bu nə gəlmiş. Bizdə bunların hamısı var uşaqlar, göz qədərlə olan şeylər alınmış. Ya diamond yoxdur, belə bir şeydir uşaqlar. Nəsə yəni uşaqlar video üçün bunu eləyə bilərsiniz uşaqlar. Yəni bu birinci göstərdiyim uşaqlar, yenə deyirəm, videonu 2 kərə bölmüşdüm uşaqlar. Birinci göstərdiyim, yəni bu sırf uşaqlar lobbydə video üçündür. Gör uşaqlar deyir ki, sən və dostun hazır deyilsiniz yəni. Amma uşaqlar gəlib buradan buna bastığımızda uşaqlar heç buna giriş edir, ona da artıq ehtiyacımız yoxdur. Silahları gəlin sökür göstərmə gözlərinizdən görün silahları da. Gözlə, buradan göstərməyəydim. Gözlə qaqa, sən əsəbləşmiş olar bu. Bu da bizə öyrətmək bunları. Giriş eləyək. Buradan silahları görürsünüz. 7 səviyyə falan açmamışam da, indi uşaqlar açmağa ehtiyac yoxdur. Sizə görə uşaqlar Free Fire sildim, bunu yüklədim. Yəni uşaqlar siz də like atın. Burada uşaqlar bizim köhnə evimiz. Açaq bunu, gözə nəsə başım bıraxasılmadı. Thompson'ımız gördüyünüz qədərlə uşaqlar buradadır. Nəysə uşaqlar, belə şeylər. Siz uşaqlar altdan videoya like atıp abone olun ki, mən də uşaqlar ikinci bölümü, yəni uşaqlar proxi serverinin belə demək, yalnız kurt oynaya bilinən versiyonu gətirim. Nəysə uşaqlar, özünüzə yaxşı baxın, sevilirsiniz, altdan videoya abone olun, like atmağı unutmayın, dediyimiz kimi sağ olun.